Nəfər deyirdi, ustadım deyir, mənə 40 günlük bir ibadət tapşırmışdı, bir zikir tapşırmışdı. 40 gün bunu eləyərsən, deyir. 25 günü təxminən eləyirdim. Gecəni deyir, gecə bir ibadət var idi, onu eləməliydim. 25 günü yetişdim, deyir, qapım döyüldü, qonaq gəldi, hərdən nə olurdu, hərdən gözləmədiyin anda gəlir. Gəldi, deyir, gördüm, ay Allah, qonaq gəldi. Öz-özümə fikirləşdim ki, gəlib də mənim bu 25-i tamamlayıb 40 eləməliyəm. Bunu da eləməsəm, təzədən sıfırdan başlamalıyam. O ibadətdən də zövq alıram. Dedim, yox, gəlirəm ibadət eləməyə. Sonra birdən bir ayıldım ki, Allah mənə deməz ki, qonaq gəlib qapıya, müstəhəbbinin vaxtıdır, qonağa xidmət elədim. Kör peşman deyir, özümə deyirdim, nəsə, düşdüm də işə. Bu qədər də 25-i gəlib çatmışdım, 15 qalmışdı, bu da gəldi. Hərdən olur, insan qüssəm, bir şey eləməksə də nəsə çıxır. Bunda nəsə eyb yoxdur. Qonağa xidmət elədim, o ibadətdən məhrum qaldım, o müstəhəb ibadətdən. Səhər durdum, gəldim ustadımla görüşüm, ustad mənə qayıtdı ki, tələbə heç də deməmişdim, bəli. Dedi, hara çatmalıydınsa 40 günə çatmısan ora. Hara yetişməliydinsə yetişməliydin.